Salam. Bugün biz cəmiyyətin təməlini silkələyən bir suala cavab axtaracağıq. Necə oldu ki, qadınlar bir vaxtlar sahib olduqları gücü itirdilər? Və daha vacibi, bu bizim bugünkü dünyamızı necə formalaşdırıb? Gəlin, birlikdə bu tarixi səyahətə çıxaq. Yaxşı, gəlin lap təməldən başlayaq. Bu patriarxat dediyimiz sistem həmişə olub, yoxsa bu sonradan qurulmuş bir şeydir? Baxın, mənbələrimiz elə bir cavab verir ki, bəlkə də çoxunuzu təəccübləndirəcək. Baxın, bu cədvəl hər şeyi deyir. Təsəvvür edin, cəmi 500 il içində, cəmi 500 il torpaq sahibi olan, hətta qan davalarına başçılıq edən zadəgan qadınlar birdən-birə hüquqi cəhətdən ərlərindən tamamilə asılı vəziyyətə düşdülər. Bu, inanılmaz bir dəyişiklikdir. Bəs bu necə baş verdi? Bu qədər güc necə əldən getdi? Bu böyük dəyişikliyin kökünü anlamaq üçün gəlin biraz zamanda geriyə gedək. Erkən feodalizm dövrünə. Amma dayanın. Bu dövr heç də bizim filmlərdə gördüyümüz, təsəvvür etdiyimiz kimi değildi. Əslində çox fərqli idi. O dövrdə, bilirsiniz, qadının əsl gücü onun ailəsindən, yəni mənsub olduğu qohumluq qrupundan gəlirdi. Evlilik bağı yox, məhz qan bağı hər şeydən üstün idi. Təsəvvür edirsiniz, zadəgan qadınlar öz qohumlarının intiqamını almaq üçün qan davalarına rəhbərlik edirdilər. Hətta bəzi yerlərdə kişi bir şəhərdə yaşamaq istəyirsə, mütləq oradan bir qadınla evlənməli idi. Bu, indiki dövr üçün belə olduqca radikal səslənir, elə deyilmi? Yaxşı, əgər vəziyyət belə idisə, qadınlar bu qədər güclü idisə, onda sual yaranır, bu güc necə oldu ki, əllərindən çıxdı? Hara yoxa çıxdı? Deməli, bu sistemə qarşı iki böyük qüvvə hücuma keçdi. Gəlin baxaq bunlar hansı qüvvələr idi? Deməli, səhnəyə iki yeni, güclü oyunçu daxil olur. Bir tərəfdə gözünü torpaq və var-dövlət bürümüş iddialı lordlar, digər tərəfdə isə getdikcə güclənən, böyüyən və Avropanın ən böyük torpaq sahibinə çevrilmək istəyən kilsə. Hər ikisi üçün də bu güclü qohumlu qrupları, qadınların idarə etdiyi bu sistem sadəcə bir maneə idi, aradan qaldırılmalı bir əngəl. Və bu sitat əslində hər şeyi mükəmməl şəkildə ifadə edir. Evlilik artıq iki ailə arasında bir ittifaq değildi. Yox, o bir ərazidə kök salmaq, torpaqları ələ keçirmək və sonra da üstünə bir qala tikmək üçün soyuq bir hesablama alətinə çevrilmişdi. Tam bir strateji gediş. Beləliklə, köhnə qohumluq sistemi dağıdıldıqca yaranan boşluğu doldurmaq üçün səhnəyə yeni, daha böyük bir güc çıxdı və bu güc bütün müasir dövrü formalaşdıracaqdı, mütləqiyyətçi dövlət. Baxın, bu proses necə sürətlə baş verdi? Təxminən bir əsr ərzində bölük müharibələr bitir, krallar bütün gücü öz əllərində cəmləşdirirlər və Avropanın xaotik siyasi xəritəsi tamamilə yenidən cızılır. Bu yeni, güclü dövlətlərin isə əhalini idarə etmək üçün yeni, etibarlı bir alətə ehtiyacı var idi. Və bu yeni alət, bu yeni nizamın təməl daşı Roma hüququndan götürülmüş bir anlayış oldu. Patria potestas. Bu nə deməkdir? Sadə dildə desək, bu, evin kişi başçısına, yəni ataya, evdəki hər kəs, arvadı, uşaqları, qulluqçuları üzərində mütləq, hətta ölüm-dirim hökmü vermək səlahiyyəti verirdi. Ailə əslində kiçik bir krallığa, ata isə onun kralına çevrilirdi. Dövlətin bir miniatur modeli. Və bu modeli cəmiyyətə yeritmək üçün dövlətlə kilsə əl-ələ verdi. Dini təbliğatla, qanunlarla, hətta rəsm əsərləri ilə insanlara təlqin edirdilər ki, yeganə düzgün, yeganə sabitlik gətirən ailə modeli budur. Evlilik artıq özəl bir məsələ deyildi. Dövlətin nəzarət etdiyi rəsmi bir mərasimə çevrildi. Yəni, bizim ənənəvi dediyimiz ailə modeli əslində məqsədli şəkildə qurulurdu. Amma düşünməyin ki, insanlar bu yeni qaydaları sakitcə qəbul etdilər. Xeyr, bu yeni nizam cəmiyyətə dəhşətli bir zorakılıqla, qanla yeridildi. Və bu zorakılığın zirvə nöqtəsi Avropa tarixinin ən qaranlıq səhifələrindən biri oldu. Böyük Cadugar ovu. Sadəcə bu rəqəmə baxın. Təsəvvür edə bilirsiniz. Təkcə bir şəhərdə cəmi 8 il ərzində 900 insan cadugərlik adı ilə edam edilib. Bu kütləvi qətliamdır. Bu sadəcə bir neçə insanın mövhumat ucbatından təqib edilməsi deyil. Bu miqyasda bir zorakılıq bizə çox ciddi bir sual verməyə məcbur edir. Bəli, o sualı budur. Niyə qurbanların böyük hədsiz əksəriyyəti məhz qadınlar idi? Bu təsadüf idimi? Əsla. Mənbələr açıq şəkildə göstərir ki, bu təsadüfi bir mövhumat partlayışı deyildi.
Bu, məhz qadınların əlində qalan o son sosial güc qırıntılarını da məhv etmək üçün məqsəd yönlü, hesablanmış bir kampaniya idi. Bəs kimlər idi bu hədəfə alınan qadınlar? Onlar kəndin təbibləri, mamaları, yəni qadınların öz bədənləri üzərində nəzarətini təmin edən bilik daşıyıcıları idilər. Onlar nəsildən nəslə keçən nağılların, adət-ənənələrin, köhnə torpaq hüquqlarının canlı yaddaşı idilər. Yəni, dövlətin və kilsənin unutturmağa çalışdığı hər şeyi xatırlayanlar idi. Beləliklə, cadugarovları əslində qadınların müstəqilliyini tamamilə yox etmək, bütün bir alternativ mədəniyyəti tarixdən silmək və insanları qorxu ilə yeni patriarxal düzənə tabe etdirmək üçün düşünülmüş bir terror kampaniyası idi. Və dövlətin bu prosesdəki rolunu heç nə bundan daha aydın göstərə bilməz. Dövlət cadugərliyi crimen exceptum, yəni istisna cinayət elan etdi. Bu nə deməkdir? Bu o deməkdir ki, bu ittihamla üzləşən birinə qarşı heç bir normal qanun, heç bir sübut qaydası işləmirdi. İstənilən böhtan, istənilən işgəncə ilə alınmış etiraf məqbul sayılırdı. Bu, qonşunu qonşuya düşmən edərək, icma daxilindəki son etimad bağlarını da qoparmaq üçün mükəmməl bir vasitə idi. Yaxşı, bütün bu zoraki, qanlı prosesin nəticəsi nə oldu? Gəlin indi son bölməmizdə bütün bunların bizim bugün patriarxat dediyimiz sistemin təməlini, yəni bir növ layihəsini necə qoyduğuna baxar. Nəticədə ortaya çıxan mənzərə bu idi. Bu sadəcə bir fikir dəyişikliyi deyildi. Yox, bu, qadınları həyatın hər sahəsindən sistematik şəkildə sıxışdıran yeni bir nizam idi. Hüquqi olaraq qadınlar demək olar ki, uşaq statusuna endirildi. Nə müqavilə imzalaya, nə də öz övladlarına qəyyum ola bilirdilər. İqtisadiyyatda onların əməyi dəyərsizləşdirildi, peşəkar sənətkarlıqdan kənarlaşdırıldılar. İdeoloji olaraq onlara yalnız bir yer ayrıldı, ev və hətta öz bədənləri üzərindəki nəzarət belə cinayət sayıldı. Və beləliklə, gəldik bütün bu təhlilin ən vacib, ən əsas nəticəsinə. Bizim çox vaxt ənənəli saydığımız, sanki tarixin əvvəlindən bəri mövcud olmuş kimi düşündüyümüz patriarxal ailə əslində heç də təbii və ya əbədi bir şey deyil. O bizə miras qalmayıb. O, ixtira edilib. Xüsusi siyasi və iqtisadi maraqlar üçün məqsədyönlü şəkildə qurulub. Bütün bunları bilmək, bu tarixin fərqində olmaq bizim bugünə baxışımızı necə dəyişir? Bu sual üzərində düşünməyə dəyər. Çünki əgər patriarxat təbiətin bir qanunu deyilsə, əgər o insanlar tərəfindən müəyyən bir zamanda qurulubsa, bu o deməkdir ki, o dəyişməz deyil. Amma onu dəyişdirməyin ilk addımı məhz onun necə qurulduğunu, bu dərin tarixi kökləri anlamaqdan keçir.